Rusiya Azərbaycanın axtardığı şəxsləri Bakıya təhvil verdi. Xüsusi konvoyla gətirildilər. Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs Azərbaycana ekstradisiya edilib. Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları İbadov Amal Səxavətoğlu, Məhərrəmli Rizvan Kamiloğlu və İsmailov Samir Yusifoğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib. Beynəlxalq axtarışa verilən şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.